Ölkəmizdə UFC keçirildiyi günlərdə döyüş növlərinin xüsusi əhəmiyyətli olduğu, xüsusi diqqətli olduğu günlərdə bu istiqamətdə söhbətimiz olacaq. Xoş gördük. Podkastlarımız müxtəlif mövzularda və ölkə idmanı ilə bağlı davam edir. Bu gün qonağım Alim Nəbiyevdir, kickboksçumuz, məşhur döyüşçümüz və hazırda MMA idman növündə mübarizə aparır. Biz onu Bakıda olan UFC Fight Night-da da gördük, arxa planda olsa da. Bu idman növünə tələbat və digər həm Alimin öz karyerasındakı yeniliklər, həm də bax bu mövzularda danışacağıq. Alim, xoş gördük, xoş gəlmisən. Hamınızı salamlayıram, xoş gördüm hamınızı. Alim, uzun illərdir Azərbaycan adından döyüşürsən. Əvvəllər kickboxing, Glory kimi məşhur təşkilat və artıq son müsahibələrində də bildirdin, yeni hədəf UFC-dir. Müxtəlif istiqamətlərdə danışacağıq. Əvvəlcə isti-isti elə bu günlərdə baş tutan UFC-dən bir danışaq. Təəssüratın necədir? Hansı hisslər, hansı həyəcanı yaşadın burada? Mən özüm 16-17 yaşımdan Azərbaycan adı ilə də bayraq qaldırıram dünyada. Kickboksla başlamışdım. İndi də MMA-ya adladım. İstəyirəm ki, UFC-də döyüşmək. İnşallah elə günlər olacaq. Mən də döyüşəcəm UFC-də. İndi Azərbaycanda 27-sində UFC keçdi. Rafaelə kömək eləmişdim. Sparring partnyor kimi taktiki nə lazım idi, rəqib nətər işləyirdi, mən də elə işləyirdim. Bir 10 gün işlədik burada. Birədi sparring, taktika, lapa, hər şey nə lazım idi, yanında idim, dəstək oldum. İyi göründü ki, mənim əziyyətim 10 gündə ona sparringdə kömək elədim. O da ringdə göstərdi ki, hər şey yaxşı keçdi, başa düşdü mənim taktikamı, qulaq asdı. Mən çox razıyam ondan. Çox belə, mən nə dedim ona qulaq asdı, nokaut elədi rəqibi. Ümumilikdə döyüşçülərimizin də bir performansını soruşum səndən. Hazırlıqlar yaxşı keçmişdi. Nazim bir uğursuz oldu. Həm döyüşçülərimizin performansı, məsələn, yeni adda var idi. Bir hamısını biraz belə incələyək. Mən oradan ancaq Nazimlə Tahiri tanıyıram. Üçüncü idmançımızı Farmanı təzə tanış olduq indi UFC-də. Çox belə bəyəndim, fiziki güclü idmançıdır. Amma yenə də mən striker görə gördüm onun zəif yönlərini. Fizikası, bir də parteri çox superdir. Amma mən biləm bu daha da artıra bilər, daha da güclü ola bilər, potensialı var. Tahir maksimallə belə də aqressiv döyüşçüdür, onu çoxdan tanıyıram. O həmişə istəyirdi UFC-də döyüşmək, onun nətər deyirlər, xəyalı idi. meçdası oldu ki, gəldi bu günə UFC-də döyüşmə. Nokaut elədi, belə yaxşı döyüşdü, aqressivlə, hamı bəyəndi. Debüt yaxşı oldu da, 3-cü raundda nokaut elədi. Nazim də bizim çoxdan döyüşçüdür, UFC-nin adı var. İdman professional elədi ki, bugün sən qalib olursan, sabah bilmirsən nə olacaq. Onun üçün də bilmirəm, Nazimin məşq kempi nətər keçdi, hazır idi, hazır deyil idi. Amma belə də professionalda hər bir şey olur. Bugün qələbə qazana bilmədi, amma mən inanıram ki, onun potensialı çoxdur, daha da güclü gələcək. Bizim Bakının bu yarışa ev sahibliyi etməyindən də biraz danışaq. Böyük yarışlar, böyük təşkilatlar görmüsən, həm döyüşmüsən, həm belə təşkilati məsələlər, ümumiyyətlə UFC-nin burada olması səndə hansı təəssüratlar, hisslər yaradır? Birinci turnir keçəndə UFC Azərbaycanda elə bir millət ayıldı da, yatırlardı, bilmirlərdi nədir bu MMA, nədir bu sport, idman, professional. Mən UFC-dən sonra birinci turnirdə taksida gedirdim. Taksist soruşdu, bizə nədir bu? Bizim elə bir, bizə nə deyirəm, nə tər sizə nə? Sizin deyirəm, sizin yox, bizim də, biz
İndi siz istəsəniz getsəniz ayrı ölkəyə, hamı bilir ki, Azərbaycan idmançılarınız var, güclüdürlər. Sizin adınız da qalxır. Hamı bilir bizim güclü idmançılarımız var. Rafael, Nazim, Tofiq kimi belə də adlı idmançılar hansı UFC-də döyüşür. O bizim adımızı qaldırır da. Onun üçün də birinci UFC-dən sonra yenə deyirəm ki, insanlar ayıldılar, durdular, yatırlardı, bildilər indi. Hamı dəstək olur. Gördüm ki, potensial var Azərbaycanda. İkinci turnirdən çox gördüm, çox adam dəstək olurdu da. Belə ham gəldi, arena polnu idi, dolu idi, adamlar yer yox idi. Uşaqlar da sağ olsun, otelin qalandan 5-6 gün saat səhərdən axşamatan heç kim getmirdi, həmişə gözləyirlərdi orada, şəkil çəkdirmək, nə biləm, kimsə qol çək istəyirlərdi götürmək, nə biləm, hədiyyə nəsə istəyirlərdi, hamı gözləyirdi orada. Belə də fanat oldular. Mən bilən lazımdır daha çox belə orqanizasiyalar olsun, ancaq UFC olur ildə bir dəfə. Amma olmalıdır Azərbaycanın öz liqası da hasa birinci yerdə olacaq. Mən indi Gürcüstanda yaşayıram, amma orada var öz orqanizasiyam. Gürcüstanda bir nömrədir. Gran Bilacadır adı, Championship. Belə də orqanizasiya istəyərdim ki, Azərbaycanda da ola. Orada bizim idmançılar özünü göstərsin. Kim hazırdır döyüşmək, UFC-dədimi, PFL-dimi, ICA-dimi, nə biləm, belə top orqanizasiyalarda, ONE FC-də. Belə orqanizasiyalar olmalıdır ki, biz bilək kimlərimiz var bizdə. O lazımdır ki, idmançılar gözləyirlər, döyüş yoxdur, heç bir şey yoxdur. Potensiallar kimin var, onlar yarı yolda buraxırlar sportu, gedirlər, bilmirlər nə işə baxırlar. Onun üçün də belə bir orqanizasiya Azərbaycanda olsa, UFC-dən savayı, UFC kimi belə qasıdarstvenə də belə beləsi orqanizasiya olsa, mən bilən çox Azərbaycan sportu iləri gedir. Ümumiyyətlə, bunun elə həm özünün də məşğuliyyətin olaraq soruşum, indi özünün təşkilatın var. Bunun bizdə olması üçün nələr çatmır? Yəni, niyə yarada bilmirik və yaxud da yarada bilərikmi? Mən bilən hər şey çatır. Prosta lazımdır ki... Təşəbbüs. Lazımdır ki, birlik... Amma bizdə sponsor bazarı biraz elə bil. Sponsor da var. Sizə belə deyim, sponsorlar da çoxdur burada. Biznesmenlər, belə dostluq kimi, hamısı istəyirlər. Prosta adam yoxdur ki, bunu belə normal formatda onunla tanış eləyə bilər də bu işi. Təqdimat, yaxşı təqdimat eləyir. Onun üçün ki, belə professional lazımdır ki, bu işə istəyir vaxtını vermək. O sponsorlara lazımdır öyrətmək ki, bu iş belə gedəcək, sizdən belə olacaq, reklam olacaq, o olacaq, adınız bu. Çox böyük işdir də. Kim bu işə girsə, heç o vaxt belə də pis olmayacaq. Bu ancaq iləri aparır adamı. Mən özüm 3 ildir bu işə, orqanizasiya işlərə, Gürcüstanda orqanizasiya eləyirəm. Sizə deyim belə də, Gürcüstanda prezidentə görə hamı ilə tanışam, hamı ilə belə görüşürəm, nə lazımdır, həmişə yanımdadılar, poddeşka edirlər, dəstək olurlar. Burada da eynidir, kim bu orqanizasiya açacaq, döyüşlər eləyəcəklər, yolu da açılacaq. Bu biznes kimidir, amma sporta dəstək olursan, öz millətə dəstək olursan, bu çox böyük işdir. Bizdə Gürcüstanda daha doğrusu başqa orqanizasiyalarda, təşkilatlar da var, səninlə rəqabətdə olan? Gürcüstanda çox orqanizasiya var. Amma mənim bir nömrə orqanizasiyadır. Onun üçün ki, mənim sponsorlarım var orada. Böyük sponsorlar, Gran Bilacadır, bir nömrə sponsor. Otellərdir orada, belə. Belə ayrı orqanizasiya mən bilən 10 orqanizasiya yenə var Gürcüstanda, ayrı-ayrı. Amma bizdə biri də yox, bir dənə də yox. Azərbaycanda mən bilən biri, ikisi var, amma onlar da tez-tez eləmirlər. İldə bir dəfə, 2 dəfə eləyir. Amma bu olmalıdır ki, ildə minimum 6-7 turnir olmalıdır. Aydın. Öz karyeranla bağlı danışsaq, MMA ilə davam eləməyi düşünürsən. Davam eləyirsən artıq, 3 qələbə də var. Hətta deyəsən müsahibələrin birində demişdin, ən az 5 qələbə lazımdır.
ki, orada ciddi addımlar atmış olarsan. Planlar necədir və yaxud da gedişat necədir? İndi belə etapdayam ki, döyüşlər veriblər, amma kontraktı gözləyirəm. Sentyabrda 2 döyüş veriblər. İndi gözləyirəm kontrakt. Kim belə də podxodit eləyəcək də xoşuma gedəcək o kontrakt, ondan işləyəcəm. Birinci var Karate Combat'dır. Azərbaycanda olacaq. İnşallah 26-sında Amerikanska organizasiya olacaq burada. Karate Combat'dır, böyük belə liqadır. Orada Rafael Ağayev da döyüşməlidir inşallah main cardda. Mən də main cardda ola bilə döyüşərəm, amma bilmirəm. Sonra Glory'də 1-2-3 gün görə yığdılar telefonla, dedilər ki, Alim, sentyabrda döyüş var, istəyirsən döyüşmək, kickboksda yenə də. Amma bilmirəm indi. MMA da var, Valensiyada noyabrda Tapuria'nın organizasiyası, Cristiano Ronaldo'nun organizasiyası var İspaniyada. Onlar da dəvət elədilər, istəyirlər ki, mən orada döyüşəm MMA. İndi də UFC-də çıxdım, Rafael'lə birədir. UFC-nin birinci adamda da Dana White kimisi burada da idi. O da tanış oldum ondan. Rafael'e sağ olsun, o tanış elədi. O da dedi ki, ola bilə kontrakt verəcək UFC-də. Amma indi bilmirəm də, indi 3-0-am. Kimsə deyir, lazımdır 1-2 döyüş gənə. Amma ola bilə də lazım deyil. Amma mən özüm üçün, mən professionalam deyini, mən bilirəm ki, mənə lazımdır yenə də bir minimum 2-3 döyüş. Onun üçün ki, mən öyrənirəm hər döyüşdən sonra. Kickboks biraz ayrı cürədir, MMA ayrıdır. Onun üçün də mən özümə üçün, daha da iləri getmək üçün mənə lazımdır 2-3 döyüş. Başa düşüm hər şey. Parter, grappling, stoyka, burada çox ayrı-ayrıdır hər şey. Ümumiyyətlə, kickboksdan MMA-yə keçənlərlə bağlı bir şey varmı, yəni proses varmı ki, burada daha rahat kickboksçu var? Məsələn, güləş orada biraz zəif tərəfidir. Sizə belə deyim, UFC çempionu Alex Pereira, o Glory'dən gəlib. Mən onunla döyüşməli idim Glory'də. Glory'dən getdi UFC-yə, 2-3 çəkdə çempion oldu da orada. Bu nəsə deyilir də, kickboks orada döyüşə bilər. Sonra Adesanya var, o da neçə illər idi, çempion idi UFC-nin. Sonra da belə çox döyüşçülər var, kimlə mən döyüşmüşəm orada, kickboksda mən onlara döymüşəm. Onlar orada döyüşürlər, normal reytingdadırlar. Həm onlar oradadırsa, niyə mən orada ola bilmirəm? Bu bir. İkincisi də çoxsa deyirlər, kommentarlar yazırlar, sən zəifsən, grapplingin yoxdur, o yoxdur, bu yoxdur. Onlara qulaq assam, mən oraya çata bilməyəcəm. Onun üçün də mən onları bloka salıram. Mən var, istəyirəm, UFC, heç kimə qulaq asmıram, gedirəm UFC-yə. Yaş, hazırki fiziki durumun bunlar rahatdır, bunlarda problem. Bugün mən özümü belə karyeram 20 ildir, 22 ildir mən professional belə də kickboksda, MMA-da məşq eləyirəm. Sizə belə deyim, indi 30-31 yaşım var. Bu gün mən heç yaşayışımda özümü belə rahat, belə güclü hiss eləməmişəm. Onun üçün ki, indi mən hazıram hər şey. MMA-dımı, kickboksdımı hazıram da, məşq eləyirəm. Allah şükür hər şey var. Ancaq lazımdır iləri getmək, gəlib ağızanmaq. Bu Azərbaycanla bağlı məsələlərdə istəyirəm toxunum. İndi müxtəlif vaxtlarda, uzun illərdə ölkəni təmsil edirsən. Bəzi, məsələn, son yarışda səhv eləmirəmsə, orada Azərbaycan, Gürcüstan o dostluğuna həsr eləmişdim. Bizdən sənə olan diqqət səni qane eləyirmi və yaxud da daha yaxşı ola bilərmi, daha fərqli ola bilərmi? Nələrin dəyişməsini istəyərsən, belə deyim? Diqqət nə? Yəni, belə deyək də, ölkənin idmana məsul şəxslərinin diqqəti olsun. Ümumiyyətlə, ölkə olaraq sənə istədiyin diqqət, dəstək verdinmi?
Belə deyim də mən yaşayışımda belə də özüm tək getmişəm həmişə. Heç vaxtdan heç kimdən belə dəstək gözləməmişəm. Kim istəyir dəstək eləmək, onlar dəstək eləyirlər də. Onlar lazım deyil gəlib demək ki, mənə dəstək ol. Amma mən belə kickboksda Azərbaycanda ancaq например bizim karate Rafael Ağayev kimi mən kickboksda yenə də bizim çox kickboksərlərimiz də var güclü. Amma belə sizə deyim 16 yaşımdan döyüşürəm də Azərbaycan adı ilə. İlk ancaq qələbə komandası dəstək olurdu mənə. Ondan sonra heç kim dəstək olmuyor. Elə bir 2-3 il onlar dəstək oldular. Ondan sonra heç kimdən belə kontrakt, kömək gözləməmişəm. Amma yenə də öz gücümüzlə biz davam edirik. İnşallah hər şey yaxşı olacaq. Bir daha istərdim bizdə bu döyüş növlərinə olan, bizdə tək mübarizəli idman növləri daha çox güləş, judo üzərində daha çox olimpiya idman növləri daha çox populyardır. İndi zaman-zaman məsələn karate də diqqət ayrılır və s. Döyüş növləri isə son illərdə tamam başqa bir xarakterdə, fərqli bir belə deyək strukturdadır və fərqli bir inkişaf yolu keçir. Xüsusilə UFC turnirlərinin Bakıda təşkil olunması yəqin ki, bu idmana olan münasibət də dəyişəcək. Ümumi baxsaq hansı problemlər var, nələr düzəlməlidir? Təbii ki, çoxdur. Məsələn, mən bildiyim bir nömrə... Yenə də sizə belə deyim də, lazımdır MMA orqanizasiya kimi ayrı orqanizasiyalar güclü olsun. Hökumət belə например, kimsə kickboks eləyir, turnirlər, orqanizasiyalar, kimsə MMA eləyir. Lazımdır bizim burada Azərbaycanda Allah'a şükür hər şeyimiz var. Belə çox gözəl respublikamız var, belə də hər şey var. UFC gəlirlər, idmançılar, orqanizatorlar deyirlər, çox gözəldir burada. Buna görə lazımdır belə böyük orqanizasiya turnirlər eləmək, hər idman adı ilə də. Ondan sonra da hər idman orqanizasiyalar yuxarıda olacaqlar. Dünyada tanıyacaqlar. Onun üçün ki, karate'dir, kickboks'dur, MMA'dır mı, biz o orqanizasiyalardan 1, 2, 5 super idmançılarımız görünəcək. Onları da davam dünya orqanizasiyaları da döyüşdürəcək. Alim, təşəkkür edirəm müsahibə üçün. Sağ olun. Xoş oldu və ümid edirəm ki, UFC məsələndə və yaxud da digər bu kimi hansı mövzularda bir yenilik olanda bölüşərik. Çox sağ ol bir daha. Sağ ol. Alim Nəbiyevlə bir söhbət, bir podkast etdik. Ölkədə döyüş idman növləri, alimin öz karyerası və bu idman növlərinə baxışı ilə bağlı görüşərik. Hələlik.